Faiz bölməsindən şagirdlərin çətinlik çəkdiyi belə bir sualın izahına baxın. Sualımızda deyilir ki, 20%lik 40 litr duz məhlulu 30%li 60 litr duz məhlulu ilə qarışdırılarsa, alınmış məhlulun duzluq faizi neçədir? İlk öncə verilən məhlulları qeyd edək. Məhlulumuz 20%li 40 litr duz məhluludur və ona əlavə ediblər. Qarışdırılanda əlavə olunur. 30%li 60 litr duz məhlulu və biz buradan nə alarıq? 40 litr var, üzərinə 60 gəldik. 100 litrlik məhlul alınır. Amma məhlulun duzluluq faizi 20% plus 30%, 50% yox, x faiz olmalıdır. Yəni biz bu x-i tapmalıyıq. X-i tapmaq üçün nə edirik? 20-ni 40-a vururuq, yəni 800. Üzərinə gəlirik, 30 vuraq 60, 1800. Bərabər olur, x vuraq 100-ə, yəni 100x-ə. Buradan alarıq ki, 2600 bərabərdir 100x. Sıfırlarımızı ixtisar eləsək, x-imizi 26% tapmış olarıq. D variantı.